Qoç. Səhər saatlarından etibarən daxili enerjinizin pik nöqtəyə çatdığını hiss edərək yataqdan olduqca gümrah qalxacaqsınız. Qarşınıza qoyduğunuz iddialı hədəflərə doğru qətiyyətlə irəliləmək üçün bugün mükəmməl bir zaman kəsiyidir. Uzun müddətdir təxirə saldığınız çətin layihələrin öhdəsindən gəlmək bacarığınız ətrafdakı insanların heyranlığına səbəb olacaq. İş mühitində rəhbərliyin diqqətini cəlb edəcək unikal ideyalar irəli sürməkdən əsla çəkinməyin. Maliyyə sahəsində gözlənilməz investisiya təklifləri qarşınıza çıxsa, dərhal rədd etmək əvəzinə onları dərindən analiz edin. Şəxsi münasibətlərinizdə isə partnyorunuza qarşı daha fədakar və anlayışlı davranmağınız bağlarınızı xeyli möhkəmləndirəcək. Tənha qoçlar üçün günün ikinci yarısı taleyüklü bir görüşlə yadda qala bilər. Səhhətinizə gəldikdə daxili gərginliyi azaltmaq üçün axşam saatlarında açıq havada qısa yürüyüşlər edin. Yaxın dostlarınızla bir araya gəlmək və ürək dolusu söhbətlər etmək sizə unudulmaz mənəvi rahatlıq bəxş edəcək. Təbiətin qoynunda keçirəcəyiniz bir neçə saat bütün həftənin yorğunluğunu bədəninizdən tamamilə silib aparacaq. Özünüzü intellektual cəhətdən inkişaf etdirmək üçün yeni bir elmi məqalə və ya kitab oxumağa başlayın. Həyatın ritmini tutmaq üçün bəzən sadəcə anın gözəlliyindən zövq almağı bacarmaq lazımdır. Maddi məsələlərdə plansız xərcləmələrdən qaçmaqla gələcək büdcənizi indidən sığortalamış olarsınız. Hisslərinizi gizlətmək əvəzinə doğmalarınıza onları nə qədər çox sevdiyinizi açıq şəkildə bildirin. Ədalət hissiniz bugün ətrafınızdakı münaqişələrin həllində əsas xilaskar rolunu oynayacaq. Daxili səsinizin sizə fısıldadığı ipuçlarını diqqətlə dinləsəniz, heç bir çətinlik qarşısında aciz qalmayacaqsınız. Kosmosun sizə bəxş etdiyi bu möhtəşəm şansı maksimum dərəcədə dəyərləndirməyə çalışın. Buğa. Bugün sabitlik və hüzur axtarışınız nəhayət ki öz müsbət bəhrələrini verməyə başlayacaq. İş yerində nümayiş etdirdiyiniz soyuqqanlılıq sayəsində yaranan böhran vəziyyətlərini asanlıqla idarə edə biləcəksiniz. Maddi durumunuzu yaxşılaşdırmaq üçün qarşınıza çıxan alternativ qazanc mənbələrini diqqətlə nəzərdən keçirin. Köhnə borcların qaytarılması və ya gözlənilməz pul axını bugün əhvalınızı xeyli yüksəldəcək. Yaradıcı potensialınızı üzə çıxarmaq üçün rəngkarlıq, musiqi və ya digər sənət növləri ilə məşğul olun. Evinizdə etmək istədiyiniz kiçik dizayn dəyişiklikləri daxili dünyanızın rəngarəngliyini əks etdirəcək. Sevdiyiniz insanla münasibətlərdə yaranan kiçik anlaşılmazlıqları şirin dil və kompromis vasitəsilə dərhal həll edin. Subay buğalar üçün keçmişdən gələn bir tanışın yenidən həyatınıza daxil olması ehtimalı olduqca yüksəkdir. Sağlamlığınıza diqqət yetirmək üçün qida rasionunuzdan zərərli qidaları çıxarıb təbii məhsullara üstünlük verin. Zehni yorğunluğunuzu atmaq üçün axşam saatlarında meditasiya və ya yoga ilə məşğul olmağınız tövsiyə edilir. Gün ərzində qarşılaşdığınız hər bir insana qarşı xeyirxahlıq nümayiş etdirmək daxili dünyanızı zənginləşdirəcək. Başqalarının rəyinə həddindən artıq önəm vermək əvəzinə öz şəxsi prinsiplərinizə sadiq qalmağı seçin. Gələcəyə dair planlarınızı kağız üzərinə köçürməklə daxili hədəflərinizi daha da konkretləşdirmiş olarsınız. Hüquqi və ya rəsmi sənədləşmə işləriniz varsa, bugün onları tamamlamaq üçün ideal fürsətdir. Yaxın bir dostunuzun sizdən xahiş edəcəyi mənəvi dəstəyi ondan əsirgəməyərək dostluğunuzun dəyərini sübut edin. Həyatın sizə təqdim etdiyi bu sakit və bərəkətli günün dadını çıxarmağa fokuslanın. Kosmik enerjilər daxili dincliyinizi qoruduğunuz müddətcə sizə hər addımda uğur vəd edir. Əkizlər. Ünsiyyət bacarıqlarınızın zirvədə olduğu bu gündə demək olar ki, hər kəsi öz tərəfinizə çəkə biləcəksiniz. İntellektual müzakirələrdə iştirak etmək və yeni biliklər mənimsəmək üçün inanılmaz dərəcədə əlverişli zamandır. İctimai fəaliyyətlə məşğul olan əkizlər üçün kütlələr qarşısında çıxış etmək böyük uğur gətirəcək. Səyahət planları qurmaq və ya fərqli mədəniyyətləri araşdırmaq daxili dünya görüşünüzü genişləndirəcək. İş mühitində tərəfdaşlarınızla quracağınız sıx əməkdaşlıq tezliklə bəhrəsini verən layihələrə yol açacaq. Şəxsi həyatınızda partnyorunuzla birlikdə fərqli və macəra dolu bir fəaliyyət növü sınayın. Hisslərinizi sözlərlə ifadə edərkən səmimi və tamamilə dürüst olmağa xüsusi diqqət yetirin. Əgər ürəyiniz boşdursa, sosial şəbəkələr və ya qatıldığınız bir tədbir yeni sevginin başlanğıcı ola bilər. Pul xərcləyərkən emosional qərarlardan uzaq durun və real ehtiyaclarınıza uyğun hərəkət edin. Səhhətinizdə yaranan kiçik miqren ağrılarına qarşı yuxu rejiminizi mütləq nizama salmalısınız. Müasir texnologiyalar və ya rəqəmsal trendlərlə maraqlanmaq karyeranızda yeni qapılar aça bilər.
Ətrafınızda formalaşan bəzi dedikodulardan və mənfi enerjili insanlardan özünüzü tamamilə təcrid edin. Ruhunuzu qidalandırmaq üçün sevdiyiniz musiqi janrını dinləyərək daxili səyahətə çıxmağınız yaxşı olar. Planlarınızda çevik olmaq gözlənilməz proqram dəyişikliklərinə asanlıqla adaptasiya olmağınıza kömək edəcək. Özünüzə inamınızı artırmaq üçün keçmişdə qazandığınız böyük uğurları tez-tez xatırlayın. Ailə üzvlərinizin problemlərinə biganə qalmayıb onlara lazımi qayğını göstərmək mənəvi borcunuzdur. Göy üzünün dəstəyi ilə bugün başladığınız hər bir işdə uğurun rəmzinə çevriləcəksiniz. Xərçəng. İntuisiyanızın son dərəcə gücləndiyi bu gündə qarşılaşdığınız hadisələrin pərdəarxası məqamlarını asanlıqla duyacaqsınız. Eviniz və ailənizlə bağlı məsələlər bugün diqqət mərkəzinizdə olan əsas mövzuya çevriləcək. Yaşayış sahənizi daha rahat və komfortlu etmək üçün bəzi dəyişikliklər etmək istəyə bilərsiniz. İş yerində həmkarlarınızla münasibətlərdə empatiya nümayiş etdirmək nüfuzunuzu xeyli artıracaq. Maliyyə məsələlərində ehtiyatlı və qənaətçil davranmaqla gələcəyinizi daha təhlükəsiz edə bilərsiniz. Sevgilinizi sürpriz bir şam yeməyinə dəvət etməklə münasibətlərinizə yeni bir nəfəs gətirin. Həyatınızda qərar verməkdə çətinlik çəkdiyiniz məqamlarda daxili səsinizin tövsiyələrinə tam etibar edin. Subay olanlar üçün romantik hisslərin qəfil alovlanacağı maraqlı bir qarşılaşma baş verə bilər. Sağlamlığınızı qorumaq naminə gün ərzində bol su istehlak etməyi vərdiş halına gətirin. Nostalji hisslərə qapılaraq keçmiş xatirələri canlandırmaq sizə mənəvi rahatlıq bəxş edəcək. Yaxın dostlarınızla bir araya gəlib dərin və səmimi mövzularda söhbətlər aparmağınız tövsiyə olunur. Əsəb sisteminizi qorumaq üçün gərəksiz müzakirələrdən və aqressiv mühitlərdən uzaq durmağa çalışın. Yaradıcılıq potensialınızı artırmaq üçün əl işləri və ya kulinariya ilə məşğul ola bilərsiniz. Həyatın sizə bəxş etdiyi kiçik nemətlərə görə şükür etmək ruhunuzu daha da saflaşdıracaq. Karyeranızda böyük bir sıçrayış etmək üçün daxili potensialınızdan maksimum səviyyədə istifadə edin. Sevdiyiniz insanların səmimi təbəssümü bugün sizin üçün ən böyük xoşbəxtlik mənbəyi olacaq. Kainatın sizə təqdim etdiyi bu gözəl və harmonik günü sevinclə yaşamağa davam edin. Şiir. Bugün cəmiyyət içində parlaq xarizmanız və liderlik keyfiyyətlərinizlə hamının diqqət mərkəzində olacaqsınız. Özünüzə olan yüksək inamınız sayəsində ən çətin işgüzar danışıqları belə öz xeyrinizə tamamlaya bilərsiniz. Yaradıcı layihələrinizi reallaşdırmaq üçün ətrafınızdakı nüfuzlu insanlardan böyük dəstək alacaqsınız. Maliyyə sahəsində riskli addımlardan qaçmaqla mövcud kapitalınızı uğurla qorumuş olarsınız. Lüks və estetik zövqlərinizə xərclədiyiniz pulların həcmində biraz mülayim olmağa çalışın. Şəxsi həyatınızda partnyorunuza qarşı daha diqqətli və səxavətli davranmağınız münasibətinizi canlandıracaq. Hisslərinizi dramatikləşdirmək əvəzinə real faktlara əsaslanaraq hərəkət etmək sizə üstünlük qazandıracaq. Tənha şirlər üçün diqqət çəkən fərqli bir şəxslə tanışlıq an məsələsi ola bilər. Sağlam bədəndə sağlam ruh olar prinsipinə sadiq qalaraq idman məşqlərinizi bərpa edin. Gün ərzində ətrafınızdakı insanları ruhlandırmaq və onlara motivasiya vermək missiyasını üzərinizə götürün. Hobbilərinizə zaman ayırmaq və daxili uşağınızı sevindirmək üçün gözəl bir gündür. Fəxr etdiyiniz uğurlarınızı ətrafdakılarla bölüşərkən təvazökarlığı da yaddan çıxarmamağınız məsləhətdir. Karyeranızda yeni bir mərhələyə qədəm qoymaq üçün gərəkən bütün şərtlər artıq formalaşmışdır. Zamanı səmərəli idarə etmək üçün gündəlik görəcəyiniz işlərin dəqiq siyahısını hazırlayın. Yaxınlarınızın sizə olan etibarını sarsıtmamaq üçün verdiyiniz hər bir vədə sadiq qalın. Həyatın ritmini tutmaq və hər andan həzz almaq sizin daxili təbiətinizə çox uyğundur. Kosmik güclər bugün sizin daxili işığınızı daha da parladaraq yolunuzu aydınladacaq. Qız. Analitik təfəkkürünüzün köməyi ilə bugün ən mürəkkəb məsələlərin dəqiq həlli yollarını tapacaqsınız. İş mühitində nümayiş etdirdiyiniz nizam-intizam və detallara verilən önəm rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcək. Gərəksiz yerə hər şeyi tənqid etmək vərdişinizdən əl çəkərək ətrafdakılara qarşı daha tolerant olun. Maliyyə planlaşdırılmasını mükəmməl şəkildə həyata keçirərək büdcənizdə ciddi bir sabitlik yaradacaqsınız. Sağlamlığınıza xüsusi diqqət yetirməli, həzm sisteminizi qorumaq üçün yüngül qidalara üstünlük verməlisiniz. Sevdiyiniz insanla birlikdə gələcək planlarınızı müzakirə etmək üçün çox əlverişli bir zamandır. Münasibətlərdə romantikanı arxa plana atmamaq üçün partnyorunuza kiçik və xoş hədiyyələr alın.
Tənha qızlar üçün intellektual səviyyəsi yüksək olan bir şəxslə qarşılaşma ehtimalı var. Evinizdəki əşyaları qaydaya salmaq və gərəksiz olan hər şeyi atmaq daxili dünyanızı da təmizləyəcək. Yeni bir xarici dil öyrənmək və ya peşəkar kurslara yazılmaq üçün mükəmməl fürsətdir. Gərgin iş qrafikindən sonra zehninizi dincəltmək üçün meditasiya təcrübələrindən istifadə edin. Ətrafınızdakı insanların problemlərinə praktik həllər tapmaqla onlara böyük köməklik göstərəcəksiniz. Gələcəyə dair qayğılarınızı bir kənara qoyub anın gətirdiyi gözəlliklərə fokuslanmağa çalışın. Sənədlərlə işləyərkən diqqətli olun və hər bir bəndi bir neçə dəfə oxuyun. Yaxın dostunuzun verəcəyi müdrik bir məsləhət sizə tamamilə fərqli bir perspektiv qazandıracaq. Daxili dincliyinizi qorumaq üçün mənfi fikirlərdən və şübhələrdən tamamilə uzaq durun. Ulduzlar bugün nümayiş etdirəcəyiniz əməyin və səbrin qarşılığını tezliklə alacağınızı müjdələyir. Tərəzi. Həyatınızın bütün sahələrində harmoniya və balans yaratmaq istəyiniz bugün ön plana çıxacaq. Diplomatik bacarıqlarınız sayəsində ətrafınızda yaranan inciklikləri və gərginlikləri asanlıqla aradan qaldıracaqsınız. İncəsənət və gözəlliklə bağlı mövzular bugün daxili dünyanızı xeyli zənginləşdirə bilər. İş yerində komanda ilə bərabər çalışmaq fərdi fəaliyyətdən daha böyük səmərə verəcək. Maliyyə məsələlərində ədalətli tərəfdaşlıqlar qurmaq gələcək gəlirlərinizin artmasına zəmin yaradacaq. Şəxsi münasibətlərinizdə qarşılıqlı hörmət və sevgi mühitini qorumaq üçün əlinizdən gələni edin. Partnyorunuzla açıq və səmimi dialoq qurmaq aranızdakı bağları daha da möhkəmləndirəcək. Sevgini tapmaq istəyən tərəzilər üçün yaradıcı mühitlərdə yeni tanışlıqlar baş verə bilər. Fiziki sağlamlığınızı qorumaq üçün onurğa sütununu gücləndirən idman hərəkətlərinə vaxt ayırın. Qarderobunuzda dəyişiklik etmək və ya yeni üslub sınamaq özünüzə inamınızı artıracaq. Ətrafınızdakı insanlara qarşı nümayiş etdirdiyiniz zəriflik sizi hamının sevimlisinə çevirəcək. Qərar verməkdə çətinlik çəkdiyiniz zaman tərəddüdləri buraxıb daxili hissinizin səsinə qulaq asın. Dostlarınızla birlikdə keçirəcəyiniz estetik bir axşam sizə böyük mənəvi zövq bəxş edəcək. Gələcək hədəflərinizə çatmaq üçün atacağınız addımları indidən planlaşdırmağa başlayın. Özünüzə vaxt ayırmaq və daxili dünyanızla baş-başa qalmaq enerjinizi tamamilə bərpa edəcək. Həyatın sizə bəxş etdiyi hər bir gözəl anı dəyərləndirmək daxili dincliyinizin rəmzidir. Kosmosun sizə təqdim etdiyi bu harmonik ritmdən maksimum dərəcədə faydalanmağa çalışın. Əqrəb. Daxili gücünüzün və iradənizin maksimum səviyyəyə çatdığı olduqca sirli və təsirli bir gün yaşayacaqsınız. Qarşınıza çıxan maneələri böyük bir qətiyyətlə aşaraq hədəflərinizə doğru inamla addımlayacaqsınız. İş mühitində gizli qalan məqamları və strategiyaları aşkar etmək qabiliyyətiniz sizə üstünlük qazandıracaq. Maliyyə sahəsində böyük və riskli investisiyalar etməzdən əvvəl mütəxəssis rəyini mütləq öyrənin. Maddi durumunuzu gücləndirmək üçün gizli planlar qurmaq və onları reallaşdırmaq vaxtıdır. Şəxsi həyatınızda ehtirasın və dərin duyğuların hakim olduğu anlar yaşayacaqsınız. Partnyorunuza qarşı həddindən artıq qısqanclıq və sahiblənmə hisslərini cilovlamağa xüsusi diqqət yetirin. Subay əqrəblər üçün maqnit kimi cəlbedici bir insanla qarşılaşmaq daxili dünyalarını alt-üst edə bilər. Sağlamlığınızı qorumaq üçün zərərli vərdişlərdən tamamilə uzaqlaşmalı və bədəninizi detoks etməlisiniz. Psixologiya, ezoterika və ya mistik mövzularla maraqlanmaq daxili suallarınıza cavab tapmağa kömək edəcək. Karyeranızda köklü dəyişikliklər etmək istəyirsinizsə, bugün ilkin addımları atmaq olar. Ətrafınızdakı insanların səmimiyyətini yoxlamaq üçün intuisiyanızın göstərişlərinə tam etibar edin. Sirlərinizi hər kəslə bölüşməkdən çəkinin və yalnız ən etibarlı insanlara inanın. Ruhunuzun yeniləndiyini hiss etmək üçün axşam saatlarında tam səssizlikdə istirahət edin. Köhnə və sizə faydası olmayan əlaqələri birdəfəlik kəsməklə həyatınızda yeni səhifə açın. Daxili potensialınızın fərqinə vararaq gələcəyə daha böyük ümidlərlə baxmağa başlayın. Göy üzünün güclü enerjisi bugün sizi hər cür mənfi təsirlərdən uğurla qoruyacaq. Ox atan. Bugün daxili nikbinliyiniz və macəra ruhunuz sayəsində ətrafınıza böyük bir müsbət enerji yayacaqsınız. Yeni biliklər əldə etmək və fərqli fəlsəfələri araşdırmaq üçün inanılmaz dərəcədə əlverişli zamandır. İş mühitində geniş miqyaslı vizyonunuz sayəsində gələcək vəd edən layihələrin təməlini qoya bilərsiniz. Maliyyə məsələlərində bəxtinizin gətirəcəyi və gözlənilməz qazanclar əldə edəcəyiniz bir gündür.
Səyahət planları qurmaq və ya dərhal yola düşmək ruhunuzu tamamilə təzələyəcək. Şəxsi münasibətlərinizdə partnyorunuza azadlıq tanımaq aranızdakı etibarı daha da artıracaq. Birlikdə fərqli mədəniyyətlərə aid tədbirlərdə iştirak etmək münasibətlərinizə xüsusi rəng qatacaq. Hələ də tənha olanlar üçün fərqli dünya görüşünə malik xarici bir şəxslə tanışlıq baş verə bilər. Sağlamlığınızı qorumaq üçün açıq havada qaçış və ya aktiv idman növləri ilə məşğul olun. Həyatın qarşınıza çıxardığı kiçik çətinliklərə yumor hissi ilə yanaşaraq gərginliyi azaldın. Ətrafınızdakı insanlara bəxş etdiyiniz xoş əhval-ruhiyyə sizi məclislərin rəhbərinə çevirəcək. Karyeranızda yüksəlmək üçün qlobal trendləri izləmək və innovativ ideyalar tətbiq etmək lazımdır. Gələcəyə dair böyük xəyallarınızı reallığa çevirmək üçün bugün ilk praktiki addımı atın. Hüquqi məsələləriniz və ya məhkəmə işləriniz varsa, proseslərin xeyrinizə inkişaf edəcəyini görəcəksiniz. Yaxın dostlarınızla birlikdə unudulmaz və maraqlı vaxt keçirmək üçün bir proqram təşkil edin. Daxili azadlığınızı qoruduğunuz müddətcə heç bir məhdudiyyət sizi yolunuzdan döndərə bilməz. Kosmik enerjilər bugün sizin hər bir addımınızı uğur və bol bərəkətlə taclandıracaq. Oğlaq. Bugün karyeranızda və peşəkar fəaliyyətinizdə ciddi nailiyyətlər əldə etmək üçün böyük şanslar qazanacaqsınız. Müdrik və uzaq görən qərarlarınız sayəsində iş mühitindəki mövqeyinizi daha da möhkəmləndirəcəksiniz. Maliyyə intizamına ciddi riayət etməyiniz gələcək böyük layihələriniz üçün möhkəm zəmin yaradır. İnvestisiya sahəsində real və etibarlı variantlara üstünlük verməyiniz çox ağıllı addım olacaq. Səbr və qətiyyət nümayiş etdirdiyiniz hər bir işdə mütləq qələbə qazanacaqsınız. Şəxsi həyatınızda partnyorunuza qarşı hisslərinizi daha açıq və səmimi şəkildə ifadə etməyə çalışın. Soyuqqanlı və məsafəli davranışlar bəzən sevdiyiniz insanın inciməsinə səbəb ola bilər. Subay oğlaqlar üçün iş mühitində ciddi və uzun müddətli münasibətin təməli qoyula bilər. Səhhətinizə gəldikdə isə oynaq və sümük sisteminizi qorumaq üçün kalsiyumla zəngin qidalar qəbul edin. Zamanı mükəmməl şəkildə idarə edərək planlaşdırdığınız bütün işləri vaxtında çatdıracaqsınız. Ətrafınızdakı insanların sizdən gözlədiyi məsuliyyətli davranışı tam şəkildə nümayiş etdirin. Keçmişdə etdiyiniz səhvlərdən düzgün nəticə çıxararaq gələcəyə daha əmin addımlarla irəliləyin. Ailə böyüklərinin xeyir duasını almaq və onlara baş çəkmək daxili rahatlığınızı artıracaq. Həyatın gətirdiyi çətinliklər qarşısında göstərdiyiniz dözümlülük sizin ən böyük silahınızdır. Sənədləşmə və rəsmi dövlət işlərinizi tamamlamaq üçün bugün çox əlverişli bir gündür. Özünüzə olan inamı hər zaman yüksək tutun və daxili gücünüzə şübhə etməyin. Ulduzlar bugün nümayiş etdirdiyiniz zəhmətin qarşılığını böyük uğurlarla verəcəkdir. Dolça. Yaradıcı və orijinal ideyalarınızla bugün ətrafınızdakı hər kəsi heyrətləndirməyi bacaracaqsınız. Humanitar layihələrdə iştirak etmək və insanlara kömək etmək daxili dünyanızı xeyli zənginləşdirəcək. İş mühitində standart qəliblərdən kənara çıxaraq innovativ üsullar tətbiq etməyiniz uğur gətirəcək. Maliyyə məsələlərində texnoloji yeniliklərdən və rəqəmsal investisiyalardan qazanc əldə edə bilərsiniz. Müstəqilliyinizə olan düşkünlüyünüz bugün qərarlarınızda əsas hərəkətverici qüvvəyə çevriləcək. Şəxsi münasibətlərinizdə partnyorunuzla dostluq və səmimiyyət üzərində qurulmuş bağları gücləndirin. Sizi məhdudlaşdıran mühitlərdən və insanlardan uzaq durmaq daxili azadlığınızı qoruyacaq. Tənha dolçalar üçün sosial layihələrdə eyni düşüncəyə malik bir şəxslə tanışlıq gözlənilir. Səhhətinizi qorumaq üçün əsəb sisteminizi gərginləşdirən hər cür amildən tamamilə qaçın. Elmi araşdırmalar etmək və ya kosmos, texnologiya mövzusunda oxumaq sizə böyük zövq verəcək. Dostlarınızla birlikdə fərqli və qeyri-adi bir gəzinti planı hazırlaya bilərsiniz. Gələcək planlarınızı qurarkən cəmiyyətin deyil, öz daxili arzularınızın səsinə qulaq asın. Ətrafınızdakı bəzi mühafizəkar insanların tənqidlərinə əhəmiyyət vermədən öz yolunuzla gedin. Karyeranızda böyük bir transformasiya dövrünün başlandığını hiss edərək buna hazırlaşın. Həyatın sizə təqdim etdiyi qeyri-adi fürsətləri dərhal dəyərləndirməkdən əsla çəkinməyin. Daxili intuisiyanız sizə ən doğru fəaliyyət planını seçməkdə böyük köməklik göstərəcək. Kosmik güclər bugün sizin intellektual potensialınızı maksimum dərəcədə dəstəkləyir. Balıqlar. Bugün daxili dünyanızın dərinliklərinə enərək mənəvi baxımdan tamamilə yeniləndiyinizi hiss edəcəksiniz. Yaradıcılıq və ilham pərlərinin sizinlə olduğu bu gündə möhtəşəm sənət əsərləri yarada bilərsiniz.
İş yerində instinktlərinizə güvənərək atacağınız addımlar sizi böyük bir böhrandan xilas edəcək. Maliyyə sahəsində xeyriyyəçiliklə məşğul olmaq və ehtiyacı olanlara əl tutmaq ruzinizi daha da artıracaq. Həddindən artıq xəyalpərəstlikdən qaçaraq real həyatın reallıqlarını da qəbul etməyə çalışın. Şəxsi münasibətlərinizdə partnyorunuza qarşı sonsuz sevgi və şəfqət nümayiş etdirməyiniz bağlarınızı qüvvətləndirəcək. Romantik anlar yaşamaq və hisslərinizi şeirlə, musiqi ilə ifadə etmək üçün gözəl gündür. Subay balıqlar üçün ruh əksini tapmaq baxımından ulduzlar çox müsbət siqnallar göndərir. Səhhətinizi qorumaq üçün su prosedurlarından, hovuz və ya dəniz kənarında vaxt keçirməkdən istifadə edin. Daxili gərginliyinizi atmaq üçün dua etmək və ya meditasiya ilə məşğul olmaq çox faydalıdır. Ətrafınızdakı bəzi insanların mənfi emosiyalarını özünüzə çəkməmək üçün psixoloji sərhədlər qoyun. Karyeranızda intuisiyanızın köməyi ilə düzgün tərəfdaşlar seçərək böyük uğurlara imza ata bilərsiniz. Keçmiş inciklikləri və sizi incidən insanları bağışlayaraq çiyinlərinizdəki ağır yükdən xilas olun. Gələcəyə dair xəyallarınızı vizuallaşdırmaq onların reallaşma prosesini xeyli sürətləndirəcək. Yaxın bir dostunuzun səmimi dəstəyi bugün sizə daxili bir güvən hissi bəxş edəcək. Həyatın sizə bəxş etdiyi bu sehirli günün hər anını sevgi ilə yaşamağa fokuslanın. Kosmos bugün daxili hüzurunuzu qorumaq üçün bütün qapıları üzünüzə açır.